Salamlar hər kəsə. Bu gün şükür etmək barəsində danışmaq istədim. Düşünürəm ki, bu prosesin həyatımızda vacib rolu var. Ona görə də istədim bu gün bu mövzu barəsində danışım. Yenə mən lövhəmlə gəlmişəm. Burada çəkmişəm, sizə başa salmağa çalışacağam. Demək ki, baxın, bizim ümumiyyətlə həyatımızda fərqi yoxdur. Bizim beynimiz algıladığı müsbət və mənfi hadisələr baş verir. Və bu məsələn bir insan götürək və bu insanın bir fokusu var. Məsələn, onun həyatında baş verir müsbət hadisə. Təbii ki, bu bizim beynimizin bizə qurduğu ssenaridir. Biz düşünürük ki, bir hadisə bizim istədiyimiz kimi getmədisə, bu mənfidir. Bir hadisə alınırsa, deməli bu müsbətdir. Yəni, müsbət mənfi anlayışı biraz insandan asılı olan anlayışdır. Ona görə baxın, bu insan məsələn bir gün qərar verir ki, mən ancaq müsbət hadisələrə fikrimi verməyə başlayacağam. O demək deyil ki, bu insanın həyatında mənfi hadisələr baş vermir. Və bu insan müsbət hadisələrə fikrini verməyə başladıqca nə baş verir? Bu insanın ümumiyyətlə bədənində stres hormonları azalır. Yəni bu insan rahatlayır və beləliklə daha rahat qərarlar verməyə başlayır həyatla bağlı. Və baxın, bu getdikcə daha çox müsbət tərəflər görməyə başlayır, minnətdarlığı artır, şükranlığı artır və bu insan şükür içində olur. Beləliklə bu insanın bədənində stres hormonları azalır, ruhunda, yəni qəlbində bir sakitlik yaranır, eyni zamanda beynində də bir sakitlik yaranır. Və bu ona gətirib çıxarır ki, bu insan həyatında daha rahat, düzgün qərarlar verməyə, daha açıq olur. Və baxın, bizim görmədiyimiz həyatın yönləri də var. Yəni bizdən, məsələn, mən indi burada oturmuşam, məndən savayı bu dünyada başqa baş verən nə qədər hadisə var, amma mən onların heç birini görmürəm. İndi mənim gördüyüm, məsələn, telefonda danışdığımdır və oturduğum, məsələn, mühitdir. Məndən kənarda baş verən hadisələr görmürəm. Baxın, və biz müsbətləri gördüyümüzü görməyə başladıqca, bu ətraf mühitdən də bizə müsbət hadisələr gəlməyə başlayır. Bu necə baş verir? Biz müsbətləri gördük. Birdən tutaq ki, bizə kimsə, indi belə misal gətirim, məsələn, kimsə bizə pul göndərir və biz buna sevinirik. Və biz yenə fokusumuzu bu müsbətə veririk və buna çoxlu şükür edirik. Və təsəvvür edin, siz o şükürü etdikcə sizin beyin, bədən, ruh komponentiniz bir nöqtəyə gəlir, yəni ki, həm beyniniz rahatdır, həm bədəniniz, həm də qəlbinizdə rahatlıq hissi yaşayırsınız və bu yenə də sizin hərəkətlərinizə, davranışlarınıza təsir etməyə başlayır. Siz məsələn yolda gedirsiniz və kiməsə gülümsüyürsünüz ya da ki, yəni bu hadisələr əslində bizim həyatımızda baş verir daim. Sadəcə bizim fokusumuzda görün nə qədər həyatda dəyişiklik olur. Yəni məsələ o deyil ki, biz oturduq, nəyisə özümüzə təlqin elədik, mən xoşbəxtəm, mən rahatam, bunu dedik, məsələn, afirmasiya dedik özümüzə, təbii ki də bunun da böyük rolu var. Amma ki, sən onu hiss eləmədən deyirsənsə, sən ona hiss yükləmisənsə, o səndə heç bir dəyişiklik yarada bilməz. Və bu insan fokusunu müsbətlərə verdi. Ətrafdan da başlayır müsbətlər görməyə. Baxın, əgər sizdə bu alışqanlıq yoxdursa, siz bunu özünüzdə yarada bilərsiniz. Siz axşam oturursunuz, bir vərəq götürürsünüz, o qədər də vaxtınızı almaz. Vərəq yoxdursa, telefonunuza qeyd edin. Məsələn, bu gün nəyə görə mən şükür edə bilərəm? Hər şey, yəni oturduğumuz yerə görə, evimizin olduğuna görə, yemək yeyə bildiyimizə görə, nəfəs aldığımıza görə, ümumiyyətlə həyatımızda bu gün ərzində nə qədər gözəl hadisələr baş verir. Onlara görə biz şükür edə bilərik və bu bizim beynimizin daha çox müsbət hadisələrə yönəlməyinə səbəb olur və biz başlayırıq daha çox müsbət hadisələr görməyə və beləliklə nə baş verir? Bu daha da getdikcə artır və insanın biraz gözləntisi azalır. Məsələn, biz gözləyirik ki, mən bu işi eləyim, belə olar ya da ki, nəsə baş verər, hər şey yaxşı olar. Amma burada görürsünüz, siz bu anda şükür edirsiniz deyə, siz artıq bu anda özünüzü xoşbəxt hiss edirsiniz. Bu da ona gətirib çıxar ki, siz artıq gözləntidə olmuyorsunuz və yaradanla bağınız
möhkəmlənir. Yaradanla bağlı möhkəm olması nə deməkdir? İnsan yaradana güvənir və güvənərək addım atır. Və siz artıq şükranlıqda olduqda bu üç mexanizm, yəni mexanizmin üç komponenti beyin, bədən, ruh rahat vəziyyətdə olduqda siz daha düzgün qərarlar almağa başlayırsınız. Və həyatınızda daha düzgün qərarlar aldıqca siz görürsünüz ki, artıq öz yolunuzla getməyə başlayırsınız. Və siz insan biraz yaradana o icazəni verməlidir ki, məsələn, sən bir addımı atsan, ola bilər ki, o alınmır, amma sən düşünürsən ki, şükür, mən bu addımı ən azından atdım. Yəni, o addımı atmaq belə böyük bir cəsarətdir və sən o cəsarəti edib o addımı atırsan. Amma onun nəticəsi alınmırsa, sən onda belə yaradana şükür etməlisən. Yəni, hər hadisədə bizim şükür edəcəyimiz nəsə olur. Biz onu sadəcə tapmalıyıq. Yəni ki, bizim beynimizi heç kim gətirib idarə eləmir. Yəni, onun idarəsi ancaq bizdən asılıdır. Ona görə də biz fikrimizi yaxşıya yönəltdikcə həyatımızda onlar çoxalır. Başa saldığım mexanizmlə niyə çoxalır? Ona görə də mənim sizə məsləhətim, özümün də özümə məsləhət odur ki, şükür etməyə bacaraq və şükür etdikcə görərsiniz ki, əslində həyat gələcəkdə ya da keçmişdə olan hadisələr deyil. İndiki halda, indiki vəziyyətinizlə siz nə qədər özünüzü xoşbəxt, şükranlıqda hiss elədiyinizdir. Ona görə də belə bugün şükür etməyin vacibliyindən danışmaq istədim və bilin ki, şükür etdikcə siz Yaradana daha da yaxın olursunuz və Yaradana icazə verirsiniz ki, o sizin həyatınızı daha doğru, daha düzgün yaratsın. Amma yəni, o demək deyil ki, siz oturub gözləyin, sadəcə güvənmək də nədən irəli gəlir? Siz güvənlisiniz və addım atsınız. Və beləliklə də hər addım atdıqca ki, siz görürsünüz ki, həyatda nələr öyrənirsiniz, sizə nələr qatılır. Siz addım atdıqca sizə görmədiyiniz tərəfləriniz açılır. Ona görə də şükür edək və şükranlıq hissində olaq ki, beynimizin idarəsi öz əlimizdə olsun. Belə, sağ olun, özünüzə yaxşı baxın.